Uzun illər övlad sahibi olmayan bir ailə xeyli müalicə alır. Lakin müalicələrin heç biri effekt vermir. Və müalicədən əlini üzən ər-arvad belə bir qərara gəlirlər. Qadın getsin, qonşu kişidən hamilə qalsın. Kişi buna razı olur, öz həyat yoldaşını, arvadını qonşu kişinin yanına göndərir və qadın qonşu kişidən hamilə qalır. Hamilə qalır, uşağı dünyaya gətirir. Uşaq dünyaya gələndən sonra da bu ər-arvad uşağı da qucaqlarına alıb gedirlər həmin qonşu kişinin evinə kişiyə təşəkkür etməyə. Təşəkkür çayına gedirlər. Bu real bir hadisədir. Bu hadisə Türkiyədə baş verir və Esra Erol'un proqramında aşkara çıxır. İndi deyəcəksiniz ki, bu hadisələr Türkiyədə baş verir, Türkiyə belədir və s. Əmin olun ki, Azərbaycanda heç də bundan geri qalan hadisələr baş vermir. Məgər Xoşqədəmin Zaurun verilişində az olub ki, bir qadın evdən gedib, 5-6 ay başqa bir kişi ilə yaşayıb, sonra əri studiyaya çıxır və deyir ki, gəlsin, mən qəbul edirəm, qayıtsın və aparıcı əl çalıb, studiyadakı qonaqlar əl çalıb, alqışlayıblar bu hərəkəti ki, əhsən sənə. Arvadı 5-6 ay gedib başqa bir kişi ilə yaşayıb, amma sən həyat yoldaşını yenə də qəbul edirsən. Yaxşı bir nümunə kimi cəmiyyətə sırınan iyrənc bir haldır. Niyə bu cür verilişlər olmamalıdır? Nəyə görə bu cür verilişlər efirə çıxmamalıdır? Bilirsiniz nəyə görə? Çünki bu hadisələr onsuz da olur. Həmin verilişin aparıcıları da deyirlər ki, istər Esra Erol, istər Xoşqədəm, istər Zaur deyirlər ki, biz verilişə çıxartmasaq da bu hadisələr baş verir də. Bəli, siz verilişə çıxartmasanız da bu hadisələr 20 il əvvəl də olub, bugün də olur, 20 il bundan sonra da olacaq. Bəs siz nə zərər verirsiniz? Sizin zərəriniz odur ki, siz bu cür halları efirə çıxartmaqla bunu adiləşdirirsiniz. Bugün sabah övladı olmayan başqa ailə də düşünə bilər ki, burada nə var ki? Əhməd arvadını göndərdi qonşu kişiyə, qonşu kişidən hamilə qaldı. Biz də edək. Mən də elə arvadımı göndərim qonşu kişinin yanına. Bunu təbliğ edirsiniz, bunu adiləşdirirsiniz. Məsələn, illər əvvəl də evli bir kişidən uşaq dünyaya gətirənlər var idi. Amma bunu gizlədərdilər, bunu ayıb bilərdilər, bunu bildirməzlər. İndi müğənnilər efirə çıxır, çox rahat bir şəkildə övladımın atası evlidir deyə bilir. Yaxud mən evli bir kişidən uşaq dünyaya gətirdim deyə bilir. O qədər adiləşib ki, artıq bilirsiniz, izləyicilərimiz də təəccüblənmirlər. Qulaq asır, deyir, hə, burada nə var ki, evli kişidən uşaq dünyaya gətirib də. Baxın, bu cür əxlaqsız hərəkətlər efirdə danışıla-danışıla adiləşdirilir. Artıq insanlar bundan utanmırlar. Artıq insanlar ayıb bildikləri, məsələn, 20 il, 30 il ayıb bildikləri hadisəni artıq ayıb bilmirlər. Bugün sabah bizdə də hansısa bir ər-arvad düşünə bilər ki, övladımız olmursa, heç nə olmaz. Kişi arvadına deyər ki, ay arvad, get qonşu kişidən uşaq dünyaya gətir. Heç nə olmaz, əsas odur bizim övladımız olsun. Bizim ölkədə də bugün sabah bunu deyən olacaq mı? Olacaq, bəlkə də var, bizim xəbərimiz yoxdur. Bəli, bu layihələr reyting gətirir. Reyting gətirirsə pul gətirir. Amma reyting pul gətirir, cəmiyyətin mənəviyyatını aparır, cəmiyyətin mənəviyyatını məhv edir. Söhbət bir cəmiyyətin həyatından gedir. Baxın, məni indi hazırda izləyən izləyicilərin bəlkə də 90%, bəlkə də 95%, bəlkə də 100%-i Xoşqədəmə Zaura baxır. Ağıllı bir söhbət danışsan izləməzsiniz, maraqlı gəlmir sizə. Amma kimin arvadı evdən qaçıb, kimin əri hara qaçıb, bu sizə daha maraqlıdır. Siz baxırsınız deyə o layihələr var. Əgər istəmirsinizsə ki, efirdə bu layihələr olsun, baxmayın o layihələrə. Siz o layihələrə baxmasanız, o layihələrin reytingi düşəcəkdir. Siz baxdığınıza görə o layihələr var. Ona görə qərar verin, sizə nə lazımdır.